Hər bir insan gələcək həyatını və karyerasını uğurlu qurmaq uğrunda mübarizə verir. Əmək bazarında işçi qüvvəsinin çoxluğu da bu işi nisbətən çətinləşdirir. İş dünyası haqqında məlumatlı olmaq və tələbə vaxtından təcrübə qazanmaq istəyənlər ilk olaraq könüllü proqramlarına müraciət edir. Belə proqramlardan biri də Dost to Dost layihəsi çərçivəsində əmək münasibətləri adlı təlim proqramıdır. Proqram çərçivəsində könüllü dostlarımız üçün əmək hüquqları, o cümlədən əməyin mühafizəsi qaydaları ilə bağlı həm nəzəri, həm praktiki biliklər aşılanmışdır. Belə ki, interaktiv qaydada bizim mütəxəssislər tərəfindən könüllülərimizə təlimlər təşkil olunmuşdur. Həmçinin onların əməyin mühafizəsi qaydaları ilə yerində tanış olması üçün, istehsal prosesində tanış olmaları üçün müəssisəyə inputurları keçirilmişdir. Proqram çərçivəsində dost könüllülərinə məzuniyyət hüququ və onun təmin edilməsi, əmək münasibətləri sayəsində risklərin idarə edilməsi, uşaqların əmək hüquqları, əməyin mühafizəsi nədir və nə üçün lazımlıdır mövzularında interaktiv təlimlər keçirilib. Məqsəd könüllüləri əmək bazarına hazırlamaq və onların əmək qanunvericiliyi haqqında ilkin biliklərə yiyələnməyini təmin etməkdir. Bu layihəyə qatılmaqda əsas məqsədim əmək münasibətlərindən olan təlimləri daha da dərindən öyrənməkdir. Burada əsas məqsəd həm özüm üçün öyrənmək, gələcək iş karyeramda tətbiq etmək, eyni zamanda kiçik də olsa maarifləndirmə proqramı aparmaqdır ki, hansı ki ətrafımda olan könüllü yoldaşlarıma və gələcəkdə olan iş yoldaşlarıma da bu haqda ətraflı məlumat verə bilim. Əvvəlcədən belə bir layihə keçən il keçirilmişdi. Bu ildə bu təşəbbüs irəli sürüləndə bizim üçün əvvəlcədən məlumat veriləndə şəxsən mən özüm orada iştirak eləməyi can könüldən istədim və müraciət elədim. Yaxşı ki də buradayam. Mənim üçün çox böyük bir uğurdur burada olmaq. Bu gün bu səhnədə öz layihəmizi təqdim eləmək həm fərqlilikdir, həm yenilikdir. Bizim komandamızda var və özüm də həmçinin layihə iştirakçısıyam. İkinci komandada olacağıq. Bizim mövzumuz da distant işlə bağlıdır. Müsabiqənin 5 könüllü komandası təqdimatla çıxış edib və qalib komanda seçilib. Qeyd edək ki, mövzu ətrafında yaradıcı həll yollarının təqdimat formatında nümayiş olunan bu müsabiqə gənclərin əmək münasibətləri üzrə innovativ düşüncələrini ortaya qoymaq baxımından xüsusi əhəmiyyət daşıyır. Salatin Pirmuradova, Zaur Haşimov, Telesər.